Bize bir funksiya verilibdir. Fx bərabərdir mx kubu plus nx kvadrat 6x plus 3 funksiyası və bunun maksimum nöqtəsinin mənfi 1 olduğun, minimum nöqtəsinin isə 1-ə bərabər olduğun deyir. N və n parametrlərin qiymətini tapmamızı istəyir. Biz bilirik ki, qayda olaraq funksiyanın maksimum və minimum nöqtələri onun ekstremum nöqtələri sayılır. Funksiyanın ekstremum nöqtələrini tapmamız üçün onun törəməsinin f(x) bərabərdir 0 olması lazımdır. Onda biz verilən funksiyanın törəməsini tapsaq, f(x) bərabərdir 3mx kvadrat üstə gəlinsin 2nx çıxılsın 6 şəklində yaza bilərik. Və buradan sonra maksimum və minimum nöqtələri törəmədə yerinə yazsaq, onda törəmənin qiyməti 0-a bərabər olmalıdır və onda x-in yerinə mənfi 1 yazsaq, birinci dəfə yazırıq 3m çıxılsın 2n üstə gəlin çıxılsın 6 bərabərdir 0-a. Digər halda isə yerinə 1 yazsaq, yenə 3m bu dəfə üstə gəlinsin 2n çıxılsın 6 bərabərdir 0 şəklində alırıq və bu sistem tənini həll etməyimiz lazımdır. Bunları tərəf-tərəfə toplasaq asanlıqla 6m bərabərdir 12 olduğun və buradan da alırıq ki, m bərabərdir 2-dir. M'imiz 2 olarsa, istənilən funksiyada yerinə yazsaq, məsələn, ikinci tənlikdə yerinə yazsaq, bu tənlikdə, onda alırıq ki, 6 üstə gəlinsin 2n çıxılsın 6 bərabərdir 0-a. Və buradan da alınır ki, m bərabərdir 0-dır. Deməli, doğru cavabımız m'imiz 2, n'imizin isə 0 olmasıdır. Doğru cavab B variantı olur.